Değerli dinləyicilər, söz birləşməsində əsas və asılı tərəflər haqqında məlumat vermək istəyərdim. Demək, söz birləşmələrində əsas və asılı tərəflər olur. Birinci tərəf asılı olur, ikinci tərəf əsas tərəf olur. Bu, bütün normalda söz birləşmələrində belədir. Ancaq bəzi yerlərdə, şeirlərdə və s. ola bilər ki, birinci yəni inversiya baş verib, söz birləşməsi yeri dəyişə bilər. Biz bunu hardan tapaq? Məsələn, ağıllı şagird, belə deyək də, ağıllı şagird gəldi desək, dəyərli şagirdlər. Burada bizə maraqlı olar görüm, gələn kim idi? Ağıllı idi, yoxsa şagird idi? Demək, gələn şagird olduğu üçün əsas tərəf hansıdır? Şagird. Və hətta dərs oxumaq gözəldir. Bax, buna deyək, dərs oxumaq gözəldir desək, gözəl olan nədir? Dərsdir, yoxsa oxumaq? Burada əsas fikir oxumaqdır. Yəni, qısacası, əgər əsas fikir hansıdırsa, o əsas tərəf. Amma biz belə qayda qoyuruq ki, asılı tərəf və əsas tərəf. Asılı tərəf birinci tərəf olur, əsas tərəf ikinci tərəf olur söz birləşmələrində. Çox sağ olun.